2022-ci ildən bəri davam edən Rusiya-Ukrayna müharibəsi, cari ilin iyununda baş vermiş 12 günlük İsrail-İran qarşıdurması, o cümlədən aprel-may aylarında Hindistanla Pakistan arasında baş verən silahlı toqquşmalar, müasir müharibələrdə orta və uzaq mənzilli raketlər, pilotsuz uçuş aparatları, qırıcı bombardımançı təyyarələrlə yanaşı, bu vasitələrdən müdafiə sistemlərinin də nə qədər əhəmiyyətli olduğunu sübut edən bariz nümunələrdir. İranla qarşıdurma zamanı İsrailin məşhur dəmir qübbə sistemlərində müşahidə olunan boşluqlardan sonra Amerika Birləşmiş Ştatlarında daha təkmil qızıl qübbə, qardaş Türkiyə Respublikasında isə yerli və milli imkanlarla polad qübbə hava hücumundan müdafiə sistemlərinin daha sürətlə qurulmasının vacibliyi bir daha ön plana çıxmış oldu. Və çox önəmlidir ki, ötən dövr ərzində məhz Türkiyə milli müdafiə sənayesinin böyük bir uzaqgörənliklə 2024-cü ilin avqustunda başlatdığı bu işlərin gedişatında böyük uğurlara imza atılıb. Cari ilin avqust ayının 27-sində Aselsan Gölbaşı məntəqəsində bir sıra yerli və milli silah sistemlərini, radarları, elektrooptik sistemləri, rabitə modulları və komanda nəzarət stansiyalarını əhatə edən dəyəri 460 milyon dollara bərabər 47 elementdən ibarət göy qübbə sistemlərinin Türkiyə ordusuna təhvil verilməsi ilə sözü gedən layihənin mühüm mərhələsini tamamlayan qardaş ölkə, bununla həm də özünün milli müdafiə sənayesinin gəldiyi yüksək inkişaf nöqtəsinin təqdimatını edib. Qeyd edək ki, alçaq, orta və yüksək hündürlükdə çox pilləli müdafiə imkanları təqdim edən polad qübbə ümumən ölkənin həm quru, həm də dəniz məkanının müdafiəsini təmin edəcək müxtəlif sistemlərin bir-birinə sıx inteqrasiyasından ibarətdir. Layihənin ən mütərəqqi tərəfi isə onun yerli və milli istehsala bağlı olmaqla bərabər süni intellekt bazalı hakim sistemi ilə idarə olunmasındadır. Sistemin alçaq hündürlükdəki hədəflərə qarşı müdafiəni nəzərdə tutan birinci pilləsi orta və kiçik ölçülü dronlar, həmçinin qanadlı raketlər də daxil olmaqla müxtəlif hava təhdidlərinə qarşı elektronik və lazer hərbi vasitələrini ehtiva edən Roketsan istehsalı Alka sistemlərindən İhtar, Şahin, Alp, Gökber kimi sistem elementlərindən daşına bilən Sunqur havadan müdafiə raketlərindən təşkil edilib. Qübbənin orta və yüksək mənzilli müdafiə pillələri müvafiq olaraq hisar və sipər sistemlərindən istifadə edir. Polad qübbənin əhəmiyyətli tərkib elementlərindən biri Aselsan tərəfindən inkişaf etdirilən Korkut qısa mənzilli hava müdafiə sistemidir. Alçaq hündürlükdə uçan sabit və dönər qanadlı təyyarələr, pualar, qanadlı raketlər və s. zərərsizləşdirmək üçün nəzərdə tutulan bu silah sistemi tamamilə milli qaynaqlar hesabına istehsal edilib. Silah sistemi və komanda nəzarət maşını kimi iki hissədən ibarət olan Korkut 70 km mənzilli radarı sayəsində təhdidləri məsafədən təsbit etmək, çeşidləmək və onları 35 mm-lik avtomatik toplardan atılan Atom adlı qəlpəli mərmilərlə məhv etmək qabiliyyətinə malikdir. Bu özəl mərmilər hədəfə yaxınlaşdığı zaman partlayıb geniş bir sahəyə yayıldığı üçün kiçik və sürətli hədəflərə qarşı yüksək effekt nümayiş etdirir. Tırtıllı platforma üzərində yüksək manevr qabiliyyəti ilə Korkut taktiki birliklərlə birlikdə irəliləyərək onların havadan müdafiəsini təmin edir. Aselsan tərəfindən istehsal edilən Puhu elektronik hərbi vasitəsi, həmçinin Redet siqnal kəşfiyyat sistemi polad qübbənin mühüm tərkib elementlərindəndir. Sistemə daxil olan Ejderha elektromaqnetik müdafiə vasitəsi də pilotsuz uçuş aparatları, silahlı və silahsız dronlar kimi müxtəlif çeşidli hava təhdidlərinə qarşı yüksək effektivliyi ilə diqqəti cəlb edir. Sistemin çox mühüm elementi olan Hisar A və Hisar O müxtəlif yüksəkliklərdə hava hücumundan müdafiəni təmin edən yer-hava raket sistemləridir. Hisar A aşağı hündürlükdəki hədəflərə qarşı istifadə edilən sistemdir. Hisar O isə orta hündürlükdəki təhlükələri aradan qaldırmaq üçün nəzərdə tutulub. Hər iki sistem döyüş təyyarələri, helikopterlər, PUA və qanadlı raketlər də daxil olmaqla müxtəlif hava hədəflərinə qarşı effektivdir. Polad qübbənin yüksək hündürlük və uzun mənzildə hava hücumundan müdafiə üzrə əsas gücünü təşkil edən sipər sistemi, döyüş təyyarələri, helikopterlər, PUA-lar, qanadlı raketlər və hava-yer döyüş sursatları kimi təhdidlərə qarşı müdafiə üçün hazırlanıb. Aselsan, Roketsan və Tubitak Sage ilə əməkdaşlıqda istehsal edilən bu sistem müxtəlif mənzilli raket bloklarına malikdir. Planlama və koordinasiya
koordinasiya xüsusiyyəti ilə Sipər komanda nəzarət funksiyası çərçivəsində məlumatların idarə edilməsini və paylanmasını uğurla həyata keçirir. İnkişaf etmiş radarları ilə sistem hava məkanının tam rəsmini çəkə və əlverişsiz hava şərtlərində fasiləsiz xidməti təmin edə bilir. Sistemin hazırda mövcud olan Sipər 1 modeli 100 kilometrdən artıq mənzilə və 20 kilometrdən artıq önləmə yüksəkliyinə, Sipər 2 isə 150 kilometrdən artıq mənzil və 30 kilometrdən artıq önləmə yüksəkliyinə malikdir. Hər iki versiya 360 dərəcəlik hava hücumundan müdafiə nəzarətini təmin edə bilir. Ekspertlərin hesablamalarına görə Türkiyə Respublikasının bütün ərazisini tam müdafiə nəzarətinə almaq üçün ümumilikdə 17 ədəd 47 elementli polad qüvvə sistemi tələb olunur və ilk təkmil sistem vahidinin təqdimatından sonra qarşıda duran əsas vəzifə bu sistemə daxil olan bütün vasitələrin ölkə ərazisini tam şəkildə müdafiə etmək üçün yetərli say həddində istehsal edilməsindən ibarətdir. Qeyd edək ki, bu baxımdan təkcə ölkənin quru məkanında deyil, dəniz ərazilərində də hava hücumundan müdafiə funksiyalarını yerinə yetirəcək müvafiq gəmilərin istehsalı mühüm əhəmiyyət kəsb edir. Ötən həftə Türkiyənin mətbu orqanları İstanbul Gəmiqayırma Komandanlığında çox pilləli polad qüvvə layihəsi çərçivəsində ilk TF-2000 hava hücumundan müdafiə freqatının birinci blokunun inşasına başlanıldığını bildiriblər. Bu isə öz növbəsində ölkənin Aselsan, Roketsan, Tubitak, Sage və Makina Kimya endüstrisi kimi şirkətləri vasitəsilə ərsəyə gətirdiyi yerli və milli polad qüvvəsinin artıq çox yaxın zamanlarda Türkiyənin həm quru, həm də dəniz sərhədlərini hər cür hava təhdidlərindən müdafiə qalxanı altına ala biləcək təkmil bir sistem halına gəlməklə əsaslı çəkindirici amilə çevriləcəyinin mühüm göstəricisidir.